Bir mərtəbəli sənaye binasının hesabi modelinin hazırlanması. Problem name sətrində yazırıq dərs 6. Fəza sxemi seçilir, yəni 6 sərbəstlik dərəcəsi. OK vurulur. Lazımsız pəncərələri bağladıq. Başlayırıq Create Truss, fermanın yaradılması. Seçirik bu ikinci bəndi. Burada isə seçirik bu fermanı. Aşırım 24 metr, orta hündürlük 2,6 metr, dayaqlardakı hündürlük 1,2 metr. Alt kəmərin neçə yerə bölünməsini veririk 8. Yəni hər bir bölgü 3 metr alınacaqdır. Draw düyməsini vursaz, fermanın sxemini görürsünüz. Apply edirsiniz. Bu pəncərəni bağlayırıq. X, Z müstəvisində baxırıq cizgiyə, sxemə. Dayaqlardakı düyünləri seçdik. Select Node əmri ilə. Copy düyməsi ilə köməyi ilə. -6 verməklə 6 metr kopyalayıram. Düyünlər aşağı. Unselect. Vururam. İndi aşağıdakı düyünləri təkrar seçirəm. Kopya edirəm. Kopya yox. Gəlin istifadə edək. Move Generatrix əmri ilə. Bars. Bir yerə bölünür. 6 metr. Və sütunu yaradırıq. Bu pəncərəni bağlayırıq. Bizdə bu dayaq hissələrdə lazım olur 15 cm hündürlüyündə dayaq elementi. Bunun üçün bu elementləri seçirik. Yine dayaq düyünlərini seçirik. 15 cm. Z9 üzrə -0,15 kopyalayırıq aşağı. Buradakı bölmədə quş qoyulduğuna görə avtomatik sütun bölünür düyün vasitəsilə. Bağladıq. Unselect vurdum. İndi isə en kəsiklərinin elementlərini yaradaq. Material Properties'e girirəm. Add bölməsində ikinci bölməyə keçməklə I section seçirik. I section'da sütun üçün seçirik. K tipli 2 tower. Bizdə burada K olmağı vacibdir ki, sütunlarda K, yəni kolon deməkdir. 30K1 verirəm ilkin olaraq. Yazırıq burada sütun. Rəng veririk. Kəmərlər üçün seçirik. Double angle. Hər hansı bir bucaqlığı seçmək lazımdır buradan. Mənə lazımdır qoşa bucaqlıq olsun. Yəni hər tərəfi götürək bunu. Alt kəmər üçün seçirəm. 100'ün 7'ye yazıram alt kəmər.